X-in istənilən qiymətindən təyin olunub deməkdir. Deməli, buna üstüsə, yuxarısı sıfırdan böyük olmalıdır, mənfi olmalıdır. Yəni, bu aldığımız qiymət 2n üstəcə böyük, x üstəcə n kvadratı plus 8 hər zaman sıfırdan böyük olmalıdır. Burada fərqlərdə hər zaman sıfırdan böyük ya da hər zaman sıfırdan kiçik nə deməkdir? Diskriminant sıfırdan kiçik olsun. Diskriminantda düzgün təyin etmək lazımdır. Baxın, fikir verin. A-nı, B-ni, C-ni düzgün təyin etmək lazımdır. A-sı burada nədir? 1. B-si nədir? Bir də C-si nədir? Bunları biraz kənardan yazaq. B-si 2m plus 4'dür. Mənfisi ilə. C-si də m kvadratı plus 8'dir. Deməli, diskriminant kiçikdir sıfır olmalı. Yəni, B kvadratı bu. Kvadrat da mənfi ediyinə görə birbaşa 2m üstəcə 4'ün kvadratı. Çıx 4 daha C. 4 vurulsun 1 ilə, 4 vurulsun C. Diskriminant sıfırdan kiçikdir. Kiçikdir sıfır. Bunu açacaq. Açanda nə olacaq? 4m'in kvadratı üstəcələk 16m üstəcəl 16. Çıx bu 4m'in kvadratı, çıx 32, kiçik olmalıdır sıfırdan. Vurmasından bu toplanacaqdır. 4m kvadratlar gedər. Nə olar? 16m üstəcə 16 çıx 32 nə deməkdir? Çıx 16 deməkdir. Kiçikdir sıfırdan. 16 digər tərəfə keçər. 16m kiçik olar 16-dan. Dolayısıyla m kiçik olar 1-dən. Yəni m daxildir. Mənfi sonsuzluqdan 1-ə. 1 daxildir, 1-ə əlbəttə üzərinədir. Cavab bu qədər.